Mehriban xanım, vitse-prezident Mehriban xanım, prezidentimiz İlham Əliyev, cənabları, qazilərimiz, şəhidlərimizin anaları, veteranlarımız. Bilirsiniz də, mən daha önce təkrar eləmirəm, vəziyyətim də çox belə yaxşı deyil. Dinliyə görə əsəb keçirmişəm ona görə. Dünən mən Milli Məclisdə o videoma baxmışsınız mənə. Bu videoma da baxın, xahiş edirəm sizə. Baxın, görün ki, cəmaatı necə incidirlər. Mən dünən 17-si idi. Deməli, Zahid Oruc cənabına yazılmışdım Milli Məclisdə. Məni qəbul elədilər. Anar müəllim çox sağ olsun. Sonra Zahid müəllim özü yox idi, onun mavini idi, Arzuman idi, deyəsən yadımdan çıxdı adı. O idi. Sonra Səbinə xanım orada idi. Qəbul elədilər. Mən nə lazımdır? Ərizəmi qoydum, hamısını verdim. Qulaq asdılar. Dedi ki, biz kağız göndərəcəyik, ara lazımdır, narahat olmayın. Sonra gedib qızımgillə qaldım. Səhər 6-da durmuşam. Yenə saat 8-9-a 5 dəqiqə işlənmiş getdim. Deməli, Əli Əsədov nazirinin yanına məktubu atdım. Qəbul elədilər məni. Çox sağ olsunlar. Dedilər 2 dəfə prezident aparatından kağız göndəriblər. Biz də göndərmişik Bakı Respublika Prokurorluğuna, sonra Bakı Prokurorluğuna. 2 dəfə oradan gəlib, sonra deyir, Milli Məclisdən də hər yandan kağızlar gəlib göndərmişi görüb. Sonra çıxdım oradan, getdim Respublika Prokurorluğuna. Orada da çox sağ olsun məni polkovnik qəbul elədi. Arzu müəllim dedi ki, indi Səməd müəllim gəlməlidir, eyb yox. O yoxdur, mən sizi qəbul edirəm. Çox sağ olsun, qəbul elədi. Mənim yanımda zəng elədi. Şikayətləndim mən. Orxan, deməli, Sabunçu rayonu prokurorluğunda Orxan Abbasbəylidən şikayət elədim ki, məni deyir ki, dindirirəm, polislə getirmişəm onları, yenə nicat kimi aldatdı məni. Dedi ki, çağırmışam, əmlakidə çağırmışam, polislə getirmişəm, dindirmişəm, narahat olmayın Gülnaz xanım, amma yalan danışdı. Dinliyə bir gün qabaq getmişdim Bakı Prokurorluğuna, orada Ramazan müəllimi yazdım, üzü gəlmir, o şey kağızlar 5-6 dana göndərir ki, göndərmişik Sabunçuya. Bu Sabunçuya orada Vüqar Nəsibov oturub istintaqın rəisi, birinci gündən polisdə işləyib, sonra Əli Babayev da nəzarətçidir, o da birinci gündən yalan danışırlar, pul alıblar. Cavid müəllimgili də onlar da qurmadır bir-birlərini. Mehriban xanım, qurban olun, belə biabırçılıq olar, belə korrupsiya olar. Mənim əmlakimin kağızları olar. Sizin qabınızda olmuşam, düzdür, hələ təzə gəlmişəm. Sizə gələndə göndərmişdiniz bir dəfə. İndi amma bunlar məktubları gizlədirlər. Dedim Mehriban xanımla məktub var, dedilər yox. Ona görə təzə gəlmişəm 12-si də, yenə də göndərəcəksiniz. Çox sağ olun, prezident aparatından, prezidentimiz də deyib göndəriblər. Amma bu Sabunçu prokurorluğu ilə, polisi ilə bacarmaq olmaz. Polisi ləğv elədim, düzdür, o qədər əziyyətlə. İndi burada Nicat müəllimi də değişdim prokurorluğunu. Mən əlimlə yox, yuxarıdakıların əlləri ilə. Çox sağ olsun Zahid müəllim, Sahibə xanım, yenə də deyirəm, vilayət evazıdır. Çox sağ olsun. Sonra Əli Nağıyevdir, Əbülfəzl Rızayevdir, Əli Əsədovdur cənabımız. Çox sağ olsun. Hamısının əli ilə değişildi prokuror. Kamran Əliyev də çox sağ olsun. Değişildi. Elşən Abbasov da çox sağ olsun değişilib, amma bunlarla bacarmaq olur. Dinləyə, indi gəlmişəm, səhər çıxdım, oradan çıxdım, getdim Respublika Prokurorluğuna, prokuror zəng elədi, acıqlandı onlara ki, niyə incidirsiniz cəmaatı? Sabunçu rayonun
prokuroruna Orxan müəllimə zəng elədi, ya qızı idi, bilmirəm, yalan deyərəm, mənim yanımda. Acıqlandı ki, cəmaatı incidirsiniz, niyə belə eləyirsiniz? İşini düz aparın, aldatmayın onu. Sonra oradan çıxdım, gəldim Bakı prokurorluğuna. Bakı prokurorluğuna da o istəyənib belə buraxmır məni içəri. Kamran Elşana basıb girən yerə deyir, xəstəliyə görə dərmanlanmışıq içini. Yaxşı, başa düşdüm. İndi çox qışqırarsan, bağırarsan, polis çağırıram. Mən polislə qorxucuqdan. Sən polisin məni niyə bilər? Veteran polis ailəsiyəm. Mən gəlmişəm siyasətçi deyirəm. Mən öz işimi tələb eləyirəm sizdən, öz vərəsəliyimi. Sonra oradan keçmişəm, deyir gedib Bakı Qabula. Qabula keçmişəm. Keçmişəm Qabula. Oradan zəng eləyirəm, Vüqar Nəsibov götürmür telefonu. Sonra zəng eləmişəm, Əli Babayev götürüb. Yanına Gülnaz xanım, salam, necəsiz? Yaxşısınız? Hə, nə lazımdır? Deyirəm, necə yəni düş aşağıda? Yox, düşə bilmərəm mən. Deyin, nə sözünüz var? Mən də dedim ona nə lazımdır ki, Orxan Abbasbəyli bəs mənim işimi uzun-badır eləyir. Gülnaz xanım, mən tapşırıram, gözlüyüz. Bilmirəm də telefonla, yalandan, doğrudan zəng elədi. Danışdı ki, incitməyin Gülnaz xanımın qərarını yaz, ver. Nə qərarı, nə danışırsan? Ay Əli Babayev, pul yemisən sən. Birinci gündən yalandan danışırdın ki, Fəthullahın etibarnaməsi var. Nə bu da? İndi dedim ki, yalancının dalıcan gedəcəm. İnansız, yorğun, arğın çıxmışam oradan, gəlmişəm təzədən bura, Sabunçu rayonu prokurorluğuna. Yenə məni saxladı, oturdu Orxan Abbasbəyli. Saxladıb məni neçə saatdır, deyir ki, qız gəlib orada onu dindirir. Düz 1 saatdır, mənim başım çıxmır ki, o ilə nə iş görür orada ki, 1 saat onu orada saxlayıb. Qız çıxıb, cavan qızdır. Çıxdı, getdi, sumkasını götürdü, çıxdı, getdi. Çıxıb, gəlib, mənə deyir ki, gəl yine burada qabul otağında. Deyirəm, xeyr olar, o otaqda mənə niyə qabul edmirsən? Yox, bura qabul otağıdır. Bu insan yalan danışır, bu da pul yiyib. Mənə deyirəm ki, görsət nə iş görmüsən, dindirmişsən, mənə yalandan deyirsən ki, polislə mən onları götürüb dindirmişəm. İndi amma mənə deyirsən ki, qərar, necə Cavid müəllimgin qərar Nicat var idi ya, bax Nicat yox, Əjdərin necə yazıb orada yalandan, bu da onu təsdiq eləyir ki, polis deyib. Sən kimsən? Sən müstəntiqsən, yalandan mənə yalan danışırsan ki, onları dindirmirsən, deyir onları dindirib. Qərar stolun üstündə qabağındadır sənin. Yazıblar ki, dindirməyib, eləməyib polis. Sən də pul almısan. Mənə deyir ki, mən şikayət edirsən elə, gülür adama. Belə biabırçılıq olar. Belə bu nə deməkdir? Mən başım çıxmır. Ay Mehriban xanım, ay prezidentimiz korrupsiya götürür, gedir. Belə biabırçılıq olmaz. Xahiş eləyirəm sizdən. Cəmaat incidir, valla səhər sütdən kişi gəlib, dişi də yoxdur ağzında. Diyanıb Gədəbəyin kəndinin dağından gəlib. Onun da əmlakını 7 sot götürüblər. Öz bacarmır, bilmir, heç yana demişəm, ona başa salmışam ki, hara get, hara gəl, yine yazığım gəlib. Belə biabırçılıq olmaz. Xahiş eləyirəm sizdən, vitse-prezident Mehriban xanım, ölçü götürün. Bu nədir adı? İnansız riba ki, çıxmışam oradan, halım değişilib. Bu Orxan Abbasbəylidən belə biabırçılıq demişəm ona ki, deyir ki, mən onları çağırmamışam, getmişəm əmlaka. Əmlaka sənin nə ixtiyarın var ki, əmlak sənə kağız göndərmir, deyir, sənədsiz evdir, amma mənim sənədim var. Deyir, geçsin, atasının adınadır, geçsin notariusla eləsin, vərəsəliyini alsın, bir də şəhadətnaməsinə. Xeyr, sən alladırsan məni, istəyirsən bir ünvandan 2 ünvana. Deyirəm, Sevdə Kazımova çağır, o kimdir? Mənim əmlakımda oturub, necə o kimdir? Kamranı çağırmırsan, o kimdir? Biz mən yalandan dedim ki, polislə gedirmişəm. Mehriban xanım, belə biabırçılıq heç yanda görülməyib.
Xahiş edirəm sizə, nəzarətə götürün. Olmadı ya. Mən özüm bilirəm neyniyəcəm. Bəsdirin də da. Belə şey olar. Cəmaatı incidirlər. Belə şeylər olmaz. Gülür dalında bunun kim durub? Fuad Ələsgərov durub. Onun qardaşı oğlu durub. Yunis 12-ci bölmə. Onlar biabırçılıqdır. Belə şey olmaz. Xahiş edirəm sizdən. Mən uzunçuluq elədim. Mənim halım yoxdur. Bax çıxmışam, əlimdə kağızı baxın. 100 indi orada skor qoymuşlar. Yaxında elə mənə. Halım dəyişdi. 180 ürəyim, 90 döyüntüm. Bir baxın kağızı. İynə vurdu mənə. Daveynimə görə, ürəyimə görə. Mən əsəb keçirdirəm. Belə incidirlər cəmaatı. Bir dənə də orada elə Bakı prokuraturunda belə kağızım var. 4 dənə iynə vurmuşlar. Bunlar nə istəyirlər? Nə istəyirlər bunlar? Belə biabırçılıq olar. Əmlakın dalında Mikayıl Cabbarov durub, polislə də prokurorun dalında Fuad Ələsgərov. Xahiş edirəm prezidentimizdən çıxardın, atın onları, çıxıb getsin bu məmurları da. Murad Dadaşov heç vecihə almır cəmaatı. Ləmbəranski getdi, toya getməli idi. İndi bu gəlib. Belə biabırçılıq olduğunun dalında cəmaat əziyyət çəkir, ağlayır. Başı bağlı arvaddır, tanış oldum orada Daxili İşlər Nazirliyində. Yazıq arvadın evlərinin qabağını, sotunu da götürüblər. Onun yazığın, onun başı bağlı oğlu deyir, ağladı, öptüm uşağını, şəklini açmışdı çepdə balaca. Mən öptüm onu, o da məni qucaqladı. Yazığım gəldi, oğlu şəhid olub, çıxıb yuxarıda dağda su verəndə vurublar, gülləliyiblər onu, rəhmətə gedib. Onun da işinə baxmır, Ağdaşdan gəlmişdi. O da ağladı. Deyir, heç kim baxmır. Ay qurban olum sizə, Mehriban xanım, sizin xəbəriniz yoxdur. Prezidentin xəbəri yoxdur ki, bunlar nə oyunlar eləyir. Siz kimə baxasınız? Bu qədər insanlar var. Xahiş eləyirəm, öpürəm sizi, hamımızı, TikTokda oturanları da, YouTube'da oturanları da. Mən hamısını almamış qulaqlarını açsın. O Orxan Abbasbəyli də. Mənə deyir birinci gün, dedim, qışqırdım, bağırdım, mənim qərarımdır. Birinci gün dedi, gəl qərarımı götür. Qərarımı götürüm, mən sonra bilirəm necə eləyəcəm. Oldu, sağ olun, çox sağ olun. Vəziyyətim də belədir. Mən bilə-bilə bunlar bax, cəmaatı belə incidirlər. Sağ olun, xahiş edirəm. Bu korrupsiyanı götürün də, ay Mehriban xanım, ay prezidentimiz, başınız qatışıb. Xəbəriniz yoxdur ki, bunlar aşağıdakı məmurlar neyini. Yuxarıdan da, Milli Məclisdən də dedilər ki, biz deyirik, göndəririk, saymırlar. Bir dənə bunu da deyim, qutarıram. Mətin müəllim var, oturur o qara binada. Samir müəllim düşüb, deyirəm ki, deputata da hər yana demişəm. Deyir, deputat otursun, öz işi ilə məşğul olsun. Bizim işimizdə şey eləməsin. Bax, belədir. Bunda da Milli Məclis nə üçündür? Biabırçılıqdır. Xahiş edirəm, bu Murad Dadaşov, Sabunçu prokuroru oturur razində, sonra Əli Babayevdir, Bakı prokurorunda, Vüqar Nəsibovdur, oturub istintaqın rəisidir, odur. Əli Babayevdir, nəzarətçi. Bunlar hamısı pul alıblar. Cavid müəllimdir, polkovnik. O ilə kağız düzəldirlər, yazırlar, eləyiblər, birləşiblər. Xahiş edirəm, bu korrupsiyanı götürün. Xahiş edirəm, mən veteran polis ailəsiyəm. Mənim anam gelib avtomat atanda infarkt keçirdən adam, qolu şişmişdi o boyda. Bunlar burada oturub pul yeyirdilər. Belə biabırçılıq olmaz. Yığışdırın bunları, xahiş edirəm. Danışanda da polis getirərik. Neynə? Polis neynəyəcək? Mən siyasətçiyəm, olanı deyirəm. Xahiş edirəm, oldu, sağ olun.